Borçalımızı ləyaqətlə təmsil edən, mən deyərdim, hətta Borçalı mahalının fəxri, keçmiş dövlət təhlükəsizlik orqanlarının xidmət edən və jurnalistlik, publisistik fəaliyyəti ilə məşğul olan, bir neçə kitabın müəllifi olan, şəxsən mənim çox böyük ehtiram bəslədiyim və bu məclisdə iştirakını vacib hesab etdiyim Elşad müəllim Həsənov iştirak edir. Mən böyük ümumiyyətlə Çox sağ olun, səslədim. Mən bugün doğrudan çox sevinirəm. Sadə xanımla yaradıcılığıyla bağlı əsərlərin təqdimatına görə təşəkkür edirəm. Birinci Yazıçılar Birliyinə və sizə. Və doğrudan da mən Sadə xanımın yaradıcılığıyla tanış oldum, oxudum və çox fərəhləndim. Yəni bir Azərbaycanlı qız, Borçalı qızı Bakıda, sonra Moskvada elmi tədqiqatlar aparıb, şöhrət qazanıb, yaradıcılığıyla sevilib, böyük əsərlər ortaya qoyub və bugün də onun haqqında deməli, hörmətli Məzər xanımın və Zakirə xanımın əsərlərini biz təqdimatını keçiririk. Bu bayaq dedilər, o deməli, elmmetrik də mənim üçün yenilikdir. Ancaq bu müasir dövrdə işlənən gözəl bir sahədir, hesab edirəm ki, və bu deməli, Sadə xanım yaradıcılığı bu sahədən qiymətləndirib sizə çox nə yapacağım. Mən uzun danışmaq istəmirəm, mən bugün çox şad oldum, doğrudan da belə elmi ictimaiyyəti görüb, bizim hörmətli alimlərimizi görüb, 3 qadın alimin haqqında biz ürək dolusu danışırıq. Çox sevindim ki, indi xanım bildirdi ki, Sadə xanım həm də Nizamat İnstitutda ilk qadın professordur. Buna da çox sevinirəm. Mən sizə yaradıcı uğurlar arzulayıram, can sağlığı arzulayıram Sadə xanım, Məzər xanım, Zakirə xanım, hər bir üçünüzü təbrik edirəm, uğurlar arzulayıram. Sağ olun.